daxil olmaq üçün şərtlər var. Birincisi təbii ki, nikah yaşıdır. Nikah yaşı hazır 18 yaşdır. Əvvəl qanunvericiliyimizdə müəyyən hallarda nikah yaşının 1 yaşdan çox olmaqla azaldılması var idi. Amma bu 2025-ci ilin iyulun 1-dən nikah yaşı ilə bağlı olan müddəa ləğv olundu və artıq yalnız 18 yaşda tamam olmuş şəxslər nikah daxil olur və nikahın yaşının azaldılmasına qanunvericilik yol verilmir. Bu mülki hüquqla da biraz hal-hazırda bununla bağlı biraz müəyyən məsələlər orada aradan qalxmış oldu. Yəni mülki hüquqda emansipasiya var idi. Yəni şəxsin vaxtından əvvəl tam mülki hüquq qabiliyyəti əldə etməsi və onun da 2 əsası var idi mülki məcəllədə. Biri şəxsin nikaha daxil olması, ikincisi isə əmək müqaviləsi bağlamaq, müstəqil idarə edilməsi, işləməsi. Hazırda nikaha görə emansipasiya mümkün deyil. Çünki nikah özü 18 yaşında bağlanır və artıq tam fəaliyyət qabiliyyəti də 18 yaşında əldə olduğu üçün vaxtdan əvvəl emansipasiya qaydasında nikaha görə tam fəaliyyət qabiliyyətinin əldə edilməsi mümkün.